diqqət edirsiniz, hər kəs üzü, belə demək mümkünsə, binaya, yəni tupikə doğru park edir. Və buradan da çıxış çətin olur. Nə mənada? Artıq avtomobili geriyə doğru hərəkət etdirərək yola çıxmaq istəyəndə digər istiqamətlərdən gələn nəqliyyat vasitələrini görmək çətin olur. Ancaq üzü çıxışa dayananda rahat şəkildə baxırsınız, görürsünüz, kimsə yoxdursa çıxırsınız. Ona görə mən sizlərin hər birinizə tövsiyə edirəm ki, avtomobili dayandırarkən üzü çıxışa dayandırın ki, çıxışınız rahat olsun. Əgər təbii ki, lövhədə parklama şəkli göstərilməyibsə, bəzən elə olur ki, parklama növü də göstərilir lövhədə ki, burada məhz üzü çıxışa dayanmaq lazımdır, yaxud üzü belə deyək də binaya tərəf dayanmaq lazımdır və yaxud da paralel park etmək lazımdır. Yəni, parklanma növü, üsulu, şəkli göstərilməyibsə və mənim avtomobili müəyyən bir qədər irəliyə doğru saxlamağımın səbəbi nədir? Birincisi, lazım gələrsə avtomobilin bagaj qapağı ki var, o rahat açılacaq. İnsanlar avtomobilin arxasından rahat şəkildə keçə biləcək və ən əsas məsələ. Baxın, burada bir maşın dayanıb, düzü, yük avtomobili. Və dayanmış maşınla da bu qara avtomobillə arasında təxminən 1 metr məsafə var. Yəni, mənim avtomobilimin qarşısında da hər hansısa bir avtomobil saxlayıb gedəsi olsa, mənim avtomobilimdən 1 metr aralı dayanacaq. Və mən yenə də çıxa biləcəm, avtomobili geriyə doğru hərəkət etdirəcəm, arxada saxladığım o 1 metr, metr yarım məsafədən istifadə edəcəm. Avtomobili geriyə doğru bir qədər hərəkət etdirib, sonra sükanı sola çevirib, yəni avtomobili sola çəkib, daha sonra sağa döndərərək rahat şəkildə çıxa biləcəm. Bu uşaqlar artıq kiminsə sizə belə deyim də öyrədəcəyi bir material deyil. Bu artıq məntiq işidir. Yəni, insan peşəkar olduqdan sonra artıq qaz pedala, əyləc pedalına, sükanın döndərilməsinə, avtomobilin qabaritinin hiss edilməsinə, diqqət, zaman ayırmağa ehtiyacı olmayanda o zamanı məntiqə ayırır, yəni düşünməyə ayırır və planlı şəkildə avtomobili idarə edir, planlı şəkildə də avtomobili saxlaya bilir. Sağ olun, salamat qalın.